Deməli dostlar, bugünkü maşın Infiniti FX35 2010-cu il. Görürsünüz, qaynadıb, antifriz pito töküb motorun üstünə. Şimdi diaqnozumuz odur ki, qalovkaların prokladkasında problem var. Çatda ola bilər, prokladkada yana bilər. Pompanın da vəziyyətinə baxılmalıdır. Bunların da pompası zajqa ilə sökülməlidir, altındadır pompa. Motor opşum çıxmalıdır, otido baxılıb yığılacaq sıfırdan. Yəni qızmış motor həmişə tam söküb baxmaq lazımdır.